fiziki, həm də psixoloji sağlamlığa faydalı idman növü olan kanoe və avar çəkmə haqqında araşdırma aparmışıq. 1900-cü ildən Olimpiya oyunu olan bu idman növü haqqında geniş məlumat almaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Kanoe və avar çəkmə idmanı neçənci ildə yaranıb? Bu idman növlərinin biri-birindən fərqi nədir? Ölkəmizdə kanoe və avar çəkmə nə vaxtdan peşəkar idman növü olub? Kanoe və avar çəkmə ilə məşğul olmağın orqanizmə hansı faydaları var? Bəs zərərli tərəfləri hansılardır? Neçə yaşdan bu idmanla məşğul olmaq lazımdır? Bütün bu və daha maraqlı suallara cavab az sonra yaxşısı budur da. Kanoe və avar çəkmə hər ikisi də su üzərində balans, güc və koordinasiya tələb edən idman növləridir. Orta əsrlərdə avar çəkmə gəmilərin hərəkətini təmin etmək üçün əsas üsul idi. Bu dövrdə avar çəkənlər nəqliyyat, yük və daşımada mühüm rol oynayırdılar. Avar çəkmə idman növü dünyanın ən qədim idman növlərindən hesab edilir. Çünki eramızdan əvvəl belə hətta avar çəkmə qayıqlarından istifadə olunub. Amma məqsəd başqa cür olub. Burada məqsəd əsasən səyahətlər üçün səyyahlar istifadə ediblər. Daha sonra hərbi məqsədlər üçün istifadə olunub və eyni zamanda turizm məqsədi ilə istifadə edilib. Müasir avar çəkmə idmanı isə 1715-ci ildə İngiltərədə Docks Coat and Badge adlı ilk rəsmi yarışın təşkil olunması ilə başlayıb. Daha sonra 1829-cu ildə Oxford və Cambridge universitetləri arasında keçirilən ilk yarış avar çəkməni daha da məşhurlaşdırdı. Bu yarış hələ də hər il keçirilir və ənənəvi olaraq Temza çayında təşkil olunur. Maraqlı bir idman mübarizəsi olduğu üçün, əyləncəli proqram olduğu üçün Venesiya karnavallarının proqramına daxil olub. Zaman keçdikcə daha da inkişaf edib, növlərə ayrılıb. Akademik növ, kayak və kanoe. İlk növləri kayak və kanoe olub. Daha sonra isə artıq 18-ci əsrin əvvəlindən etibarən avar çəkmə yarışları peşəkar bir yarış kimi təşkil edilib və Temza çayında, Londonda təşkil olunub. İlk yarışlarda Oxford və Cambridge universitetlərinin tələbələri yarışıblar, amma sırf peşəkar hazırki olan qayıqlarda yox, daha əyləncə məqsədli qayıqlarda yarışıblar və avar çəkmə idman növü elita bir idman növüdür. Əbəs yerə deyil ki, avar çəkmə idmanının ilk yarandığı zamanlarda da yarışların izləyiciləri, tamaşaçılar Oxford və Cambridge universitetinin seçilən tələbələri, professorlar və İngiltərə kral ailəsi olub. Kanoe və avar çəkmə su üzərində idman növü olsa da onları bir-birindən ayıran fərqli xüsusiyyətləri var. Məsələn, kanoedə tək qanadlı avardan istifadə olunursa, avar çəkmədə belə deyil. Bəs başqa hansı fərqli xüsusiyyətləri var? Deyirsinizsə, mütəxəssisimizi diqqətlə dinləyin. Dünyada akademik avar çəkmə, rowing və yaxud təkcə avar çəkmə və bir də kanoe idman növü var. Bunlar bir-birinə oxşardır. Hər ikisi avar çəkmədir. Hər ikisi avarlarla hərəkətə gətirilir. Hər ikisi su üzərində olur. Amma fərqləri mövcuddur. Fərq odur ki, sizin də qeyd etdiyiniz kimi kanoe idmanında idmançı kanoe qayığında qayığı tək avarla hərəkət etdirir. Bir düzü üzərində oturaraq tək avarla hərəkət etdirir və bu idman növü digər ikisinə nisbətdə daha çətindir. Çünki həm tarazlığı saxlamaq burada bir avarla müəyyən qədər çətinlik yaradır, mürəkkəblik yaradır. Eyni zamanda qayığın sükanı olmur. Bunu artıq idmançı o avar vasitəsilə, kürək vasitəsilə yön verir, hərəkət verir sağa və ya sola. Kayak növü də kanoeyə bir qədər bənzəyir, lakin burada qayıq cüt avarla, yəni bir kürəyin iki başı var, cüt avarla hərəkət etdirilir irəliyə doğru, nisbətən sürəti yüksəkdir. İdarə edilməsində isə müəyyən qədər rahatlıq var, çünki qayığın həm ayaq, idmançının əyləşdiyi ön hissədə ayaqda sükanı var və o ayağı vasitəsilə qayığın arxa tərəfində yerləşən sükanı, istiqamət verici sükanı hərəkətə gətirir. Bununla da sağa və yaxud sola qayığı aparmaq, istiqamətləndirmək nisbətən asan olur. Akademik avar çəkmədə isə, yəni beynəlxalq dildə desək rowing
Rovingdə avar çəkmədə idmançı qayıq yalnız geriyə doğru hərəkət eləyir. Tək nəfərlik akademik avar çəkmə qayığında yalnız cüt avarlı, yəni 2 başlı kürəkdən istifadə olunur. Lakin 2 nəfərlik, 4 nəfərlik və ya 8 nəfərlik akademik avar çəkmə qayığında isə idmançılar çox olduğu üçün həm tək avardan bir tərəf üstə sağ və sol, həm də cüt avardan istifadə edə bilirlər. Akademik avar çəkmənin digər avar çəkmə idman növlərindən kayak və kanoedən əsas fərqli cəhətlərindən biri isə odur ki, bu 2 hissəyə bölünür özü də sükanlı qayıqlar və yaxud sükansız qayıqlar. Sükanlı, sükansız qayığın özündə deyil, artıq orada idarə edici, sükançı deyə bizim dildə bir nəfər əyləşir. Çünki idmançılar geriyə doğru hərəkət eləyir, onlar arxa tərəfi, yəni daha yaxşı istiqamətləndirmək üçün qayığın ön hissəsində sükançı əyləşir, o istiqamət verir. Müəyyən dərəcədə sağa və yaxud sola aparmaq lazımdır qayığı, sürəti necə nizamlamaq lazımdır, gücü necə bölmək lazımdır. Azərbaycanda avar çəkmə idmanı ilə 1930-cu illərin sonlarında məşğul olublar. Bu dövrdə Bakı buxtasında fəaliyyət göstərən yaxt klublar vasitəsilə avar çəkmə inkişaf etməyə başlayıb. Azərbaycanda da avar çəkmə idman növünün tarixi bir əsrə yaxındır. Belə ki, ötən əsrin 30-cu illərində artıq Bakı buxtasında avar çəkmə məşqləri olub, idmançılarımız olub, müxtəlif beynəlxalq yarışlarda iştirak ediblər. Ötən əsrin ortalarında Azərbaycanda 11 müstəqil avar çəkmə klubu fəaliyyət göstərib. Müəyyən dövr ərzində fasilələr yaranıb. Bu fasiləni Azərbaycan Kanoe və Avar Çəkmə Federasiyası bir neçə ildir ki, bu ənənəni yenidən Xəzər dənizində, hazırda olduğumuz məkanda yenidən bərpa etdi. Azərbaycan Kanoe və Avar Çəkmə Federasiyasının qarşısında Bakı Kanoe və Avar Çəkmə klubu fəaliyyətə başladı və həftənin bütün günləri, əgər tətil dövrüdürsə, təbii ki, bizim məqsədimiz uşaqların təhsilinə də mane olmamaqdır. Çünki bir idmançı həm də onun zəkası, ağlı paralel olmalıdır. İdman qalib gəlmək üçün təkcə fiziki güc yox, həm də zehin və ağıl lazımdır. Ona görə də biz uşaqların təhsilinə də mane olmuruq. Məktəb dövrlərində əsasən günün ikinci yarısında məşqlərimiz keçirilir, həftənin hər günü. Tək günlərdə, tutaq ki, bölsək, tək günlərdə kayak və kanoe məşqləri, hazırda kayak məşqləri keçirilir. Cük günlərdə isə akademik avar çəkmə məşqləri təşkil olunur. 1980-ci ildən başlayaraq Azərbaycan avar çəkənləri Avropa və dünya çempionatlarında, hətta Olimpiya oyunlarında medallar qazanmağa başlayıb. Məsələn, akademik avar çəkən Vasili Yakuşa 1980-ci il Moskva Olimpiyadasında gümüş, 1988-ci il Seul Olimpiyadasında isə bürünc medal qazanıb. Müasir dövrdə Azərbaycanda həm akademik, həm kayak və həm də kanoe növlərində güclü idmançılarımız var. Elə sonuncu olimpiyadada bizim akademik avar çəkmə özə milli komandamızın lideri olan Diana Dımçenko Parisdə ölkəmizi olimpiya oyunlarında təmsil etdi. Həmçinin müxtəlif beynəlxalq yarışlarda idmançılarımız yaxşı nəticələrlə, titullarla, medallarla ölkəmizi qayıdırlar. ...1900-ci ildən akademik avar çəkmədə kişilərin yarışı olimpiya oyunlarına daxil edilir və daha sonra isə qadınların yarışı. Çox maraqlı bir yarışdır, elita bir idman növüdür. Avar çəkmə idman növü bir idman növü olmaqla yanaşı, həm də bir estetik gözəlliyi var. İstər tək nəfərlikdə, istər 4 nəfərlik, 8 nəfərlikdə idmançıların sinxron şəkildə qayığı idarə etməsi, su üzərində olması möhtəşəm bir görüntü yaradır. Biz hazırda olduğumuz məkanda, Bakıda, Xəzər dənizində idmançılarımızın sayı çox az idisə, bəlkə bu 20 nəfər idisə, bugün 200-ə yaxın idmançı mütəmadi olaraq bizdə məşqlər keçirlər və idmançılar həm qayıqla, həm federasiyanın, yəni bu idman növünə uyğun geyimi ilə təmin olunur. Məqsəd gələcəyə yönəlib. Sovet İttifaqının süqutundan sonra Kür bazasında məcburi köçkünlər yerləşdirilir və bu bazanın fəaliyyəti məhdudlaşdırılır. Eyni zamanda Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində avar çəkmə bazası batır. Bu çətinliklərə baxmayaraq, Azərbaycan Kanoe və Avar Çəkmə Federasiyası bu idman növünün inkişafını davam etdirmək üçün müasir dövrdə öz səylərini daha da artırır. Bizdə avar çəkmənin inkişafı elə ötən əsrin ikinci yarısından sonra daha çox inkişaf etməyə başladı. Belə ki,
Mingəçevirdə hazırda fəaliyyət göstərən Kür Olimpiya Tədris İdman Mərkəzi hazırda da, dövründə də beynəlxalq aləmdə bütün standartlara cavab verən avarçəkmə bazalarından olub. Və əbəs yerə deyil ki, dünyanın bütün ölkələrindən Kür Olimpiya Tədris İdman Mərkəzində təlim məşq keçmək üçün komandalar Mingəçevirə gəliblər. Və Mingəçevir reqatasının özünün də tarixi böyükdür. 1970-ci ildən etibarən Mingəçevir reqatası beynəlxalq status alıb. Bundan sonra həm keçmiş Sovet ölkələri ilə yanaşı Yugoslaviyadan, Bolqaristandan, hətta Mərkəzi Amerikadan belə komandalar Mingəçevir reqatasında iştirak ediblər. 2006-cı ildə Cənab Prezident Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Mingəçevirə səfəri zamanı göstəriş verib və bu göstəriş nəticəsində Kür Olimpiya Tədris İdman Mərkəzi yenidən qurulub və hazırda bütün standartlara, istər suda, yəni suyun eni, uzunu, yarışların keçirilmə məsafələri, istərsə də bazanın özü, həm idmançıların şəraiti, həm qapalı şəraitdə məşq keçirilmələri və idmançıların məşqlərinin bir-birinə mane olmamaları və s. və ilə. Və həmin ildə də 2006-cı ildə Azərbaycan Milli Avarçəkmə Federasiyası təsis olunur. Bir il sonra Azərbaycan Milli Avarçəkmə Federasiyası Beynəlxalq Avarçəkmə Federasiyasının üzvü olub. 2022-ci ildə Azərbaycan Milli Avarçəkmə Federasiyasının adı rəsmi olaraq dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adlandırılır. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. 2016-cı ildən etibarən Paralimpiya oyunlarında parakanoe yer alır. Bu idman növü əlilliyi olan insanların yalnız qolları, bədəni və ayaqları ilə 200 metr məsafəni qət etmələrini tələb edir. Parakanoe əlilliyi olan idmançılar üçün güc, balans və stabilliyi inkişaf etdirən bir məşq növüdür. Kanoe və avarçəkmə yalnız həyəcan verici və maraqlı idman növü deyil. Eyni zamanda fiziki və psixoloji sağlamlığa müsbət faydaları var. Греблей занимаются дети в возрасте 11-12 лет, умеющие плавать обязательно. Avar çəkmə ilə 11-12 yaşlı uşaqlar məşğul olur. Təbii ki, üzməyi bacaran uşaqlar gəlir bura. O, çox gözəl idman növüdür. 90% uşaqlar təmiz havada olur. Onlar fiziki təlimlərdə iştirak edirlər. Физическими упражнениями, ходят на байдарках, на каноэ. И развивается... Kayak və kanoedə dərslər olduğu üçün uşaqlarda hərəkətlərin faydasından danışırıqsa, demək olar ki, onlarda ağciyər, sinə, qol, ayaq əzəlləri çox yaxşı inkişaf edir. Она дисциплинирует детей, делает их сильными, смелыми, крепкими. Bu idman növü təkcə uşaqların sağlamlığına yox, həmçinin onların disiplinli, güclü, cəsarətli, möhkəm olmalarına müsbət təsir edir. Çünki kayak məşqləri ilə yanaşı uşaqlar idman zalında da olurlar. Гребли в лодках. Еще у нас есть тренажерные залы, где дети занимаются гантелями. Ağırlıq, alətlərdə hərəkətlər, həmçinin bir çox fiziki təlimlər onların inkişafı üçün çox gözəldir. Это обязательно входит в основу нашего гребного спорта. Su üzərində sakit mühitdə avar çəkmək zehni rahatladır, stres və gərginliyi azaldır. Bu idman növü koordinasiya və balans tələb etdiyindən zehni fokuslanmanı artırır. Təbiətlə təmasda olmaq həm də psixoloji rifahı gücləndirir, əhvalı yaxşılaşdırır. Ребенок должен правильно питаться 3-4 раза в день. Uşaq mütləq sağlam qidalanmalıdır. Qida rasionuna təzə meyvə-tərəvəz, südlü sıyıqlar, qırmızı ət, toyuq əti daxil edilməlidir. Bununla bizim federasiyada məşğul olan həkim və dietoloqlar var. Onlar uşaqların düzgün qidalanması və sağlam həyat tərzi ilə məşğul olurlar. Детей на правильное питание и правильный режим дня. Bizim federasiyamızın hazırki məqsədi yerli idmançılara yetişdirmək,
inkişaf etdirmək və beynəlxalq arenalarda, dünya Avropa çempionatlarında, olimpiya oyunlarında yerli Azərbaycanlı adı ilə medal qazanmaq və fəxri kürsüdə yer tutan idmançımız məhz Azərbaycanlı olmasıdır. Bunun üçün zaman lazımdır. Bu, avar çəkmə spesifik bir idman növüdür. Bunun inkişaf etdirmək üçün su hövzələri mütləq şəkildə lazımdır. İdmançıları buna cəlb etmək lazımdır. Müəyyən müddət tələb edir. Bu planla da işlərimiz davam edir. Hazırda bu idman növü ilə məşğul olan gənc idmançı Hüseyn avar çəkməyə olan marağından və gələcək planlarından bəhs etdi. 2 il əvvəl Prezident Kubok reqatasından sonra Instagramda bu idman növünü gördüm və çox xoşuma gəldi. Biraz axtarandan sonra bu idman növünün məşqini tapdım və gəldim. 2 ildir bu idmanla məşğulam və çoxlu medallarım var. 2024 keçən respublikada 2 qızıl almışdım. 2024-də keçən reqata yarışlarda 1 gümüş aldım. İvan Varabjanski 2 nəfərlik qayığında 200 metrədə 2009-2008 illər arasında. Bir də keçən həftə keçirilən Prezident Kubokunda 2-ci yer aldım. İvan Varabjanski ilə 200 metrdə 2 nəfərlik qayığında. 1-ci yerlə İspaniya keçdi, 3-cü yerə Azərbaycan keçdi. Çox çətin idi, məşqlərimiz çox çətin keçmişdi və bu yarışlara çox hazırlaşmışdıq. Bu idman növü mənim çox xoşuma gəlir. Özümü bu idman növündə çox yaxşı hiss edirəm və bu idman növündə daha çox medal qazanmaq istəyirəm. Sentyabrda keçirilən dünya çempionata hazırlaşıram və indi Mingəçevirə keçirəm, orada daha yaxşı hazırlaşmaq üçün. İnşallah yer qazanacağam 2 nəfərlik qayığında İvan Varabjanski ilə. Azərbaycan Kanoe və Avar çəkmə Federasiyası işğaldan azad olunmuş ərazilərimizdə ilk geniş miqyaslı idman tədbiri və beynəlxalq yarışını təşkil edən federasiyadır. Nə xoş bizə ki, 2022-ci ildə Suqovuşanda idmançılarımızın geniş miqyaslı təlim məşq toplanışını cənab Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva şəxsən izləmişdir. Bu bir federasiya üçün böyük qürurdur, böyük fərəh hissidir və həm də böyük məsuliyyətdir. Suqovuşan su anbarında 2022-ci ilin mayında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən Prezident Kuboku beynəlxalq reqatası keçirildi. Bu işğaldan azad olunmuş ərazilərimizdə baş tutan ilk beynəlxalq yarış idi. Daha sonra Mingəçevir reqatasının ilk günü Suqovuşanda təşkil olundu və bu ənənə halını alıb artıq bu il biz 5-ci dəfə Suqovuşanda beynəlxalq yarışın açılış mərasimini və ilk yarış gününü təşkil etdik. Eyni zamanda Azərbaycan Kanoe və Avar çəkmə Federasiyası doğma Qarabağımızda, tarixi torpağımızda daha bir məkanda Füzulidə, Göndələn çayda Mingəçevir reqatası beynəlxalq yarışını ötən il oktyabrda təşkil etdi. Çox maraqlı bir yarış alınmışdı. Həm Füzuliyə köç edən doğma sakinlər tərəfindən bu yarış əsl bayram ab-havası idi. İdmançılarımızı tək qoymadılar, bizə dəstək oldular. First, I'm also very happy to be here with you. It's for me the second time I come here in Azerbaijan. İlk olaraq onu deyim ki, mən burada olmaqdan çox xoşbəxtəm. Bu mənim Azərbaycana ikinci gəlişimdir. Bununla da həm Mingəçeviri, həm də Suqovuşanı görmək imkanım oldu. Füzulidə ilk dəfə keçirilən beynəlxalq avar çəkmə yarışını izlədim. Avropa Kanoe Assosiasiyasının prezidenti olaraq burada olmaq mənim üçün xüsusi önəm daşıyır. Nümayəndə heyətimizin Azərbaycana səfəri çərçivəsində infrastrukturla yaxından tanış oldum. Gələcəkdə avar çəkmə yarışlarının təşkili ilə bağlı müsbət təəssüratlar əldə etdik. Here we have a little lake where we can develop our paddle sports. Artıq 2 ilə yaxındır ki, Füzuli şəhərində yaşayıram. Bu gün burada keçirilən beynəlxalq avar çəkmə tədbirində iştirak etmək mənim üçün çox böyük bir qürur hissi, həmçinin çox böyük bir məmnunluqdur. Mən anadan olan zaman Füzuli işğal altındaydı və bunun üçün də uşaqlığımın böyük bir hissəsini həmin doğulduğum Sumqayıt şəhərində keçirmişəm. Lakin öz valideynlərimdən Füzulinin hər zaman necə gözəl bir yer olduğunu, hər zaman çox yaxşı bir yer olduğunu eşitmişəm
və artıq bunun burada canlı şahidi olmuşam. Bu gün burada keçirilən tədbirlərdə iştirak etmək nəinki mənim üçün, hətta bütün Füzulilər üçün çox böyük bir fəxarət və qürur hissidir. Biz bundan çox böyük bir məmnuniyyətli duyuruq. Bunun keçirilməsində əmək olan hər bir kəsə təşəkkürümüzü bildiririk. Bunun davamı olaraq biz su qovuşanda daha sonra isə Mingəçevirdə yarışlarımızı keçirdik və Mingəçevir regatasında həm akademik növdə, həm kayak və kanoe növlərində Azərbaycan idmançıları ümumkomanda hesabında ən yaxşı nəticə göstərərək kuboka sahib oldular. İlk dəfə olaraq Qarabağa köç edən sakinlər üçün həvəskar avar çəkmə qayıqlarında peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək, qayıq sürmək imkanı yaradıldı. Çox xoş təəssürat bağışladı. Həm ora gələn Füzuli sakinlərinin, yerli cəmaatın bu idman növünə göstərdiyi maraq bizim üçün xoş təəssürat bağışladı. Həm də biz inanırıq ki, Füzuli sakinləri üçün də bir maraqlı tədbir keçdi. Kanoe və avar çəkmə duruşu yaxşılaşdırır. Xüsusilə kanoe idmanında düzgün oturma və hərəkət vacibdir. Faydaları ilə yanaşı diqqətli olacağınız məqamlar da var. Çünki hər iki idman növündə düzgün oturuş və hərəkət texnikasına riayət etməsəz, zədələnmə ehtimalınız ola bilər. Чтобы не было никаких травм, обязательно должна быть разминка. Heç bir travma olmasın deyə mütləq isinmə hərəkətləri etməlidirlər. İsinmə hərəkətləri əsas məşqlərin xətasız olmasına zəmin yaradır. Əzələ dartınması, sinir zədələnməsi olmaması üçün isinmə hərəkətləri çox vacibdir. İsinmə hərəkətləri 15-20 dəqiqə keçirilir. Bu hərəkətlər əsnasında bütün əzələ qrupları inkişaf edir. Daha sonra avar çəkmə üzrə əsas məşqlər olmalıdır. Ya suda qayıqda, ya da zalda xüsusi alətlərdə təlimlərimiz keçirilir. Bu idman növünün əsas texnikası həmin alətlərdə uşaqlara öyrədilir. Necə ki, indi fonda gördüyünüz kimi idmançımız hərəkət edir. Bu alətlər suda hava şəraiti əlverişli olmayanda məşqləri davam etdirmək üçün yaxşı üsuldur. Где это приближенно гребли на воде. Kanadada keçirilən Yukon River Quest 715 mil, təxminən 1159 kilometr uzunluğu ilə dünyanın ən uzun kanoe yarışmasıdır. Bu yarış zamanı iştirakçılar çətin hava və su şəraitində 4-5 gün ərzində məsafəni qət edirlər. 1866-cı ildə Londonda qurulan Royal Canoe Club isə dünyanın ən qədim kanoe klubudur. Klub 19-cu əsrdə Kraliçə Viktoriya tərəfindən Royal statusunu alıb. Dünyanın ən sürətli kanoesi təxminən saatda 37 km sürətə çata bilən okean yarış kanoesidir. Bu cür kanoelər xüsusilə uzun məsafəli yarışlarda istifadə olunur. Əgər bu idman növü ilə maraqlanırsınızsa, yerli klublar və federasiya vasitəsilə daha ətraflı məlumatı ala bilərsiniz. Elə isə gəlin görək, peşəkar idmançı olmaq üçün həftədə neçə dəfə və neçə saat məşq tələb olunur. Начальная подготовка. Дети, которые приходят только заниматься, у них тренировки 3 раза в неделю. İlkin təlimlərdə əgər uşaq yeni başlayıbsa, onların məşqləri həftədə 3 dəfə 1 saat yarım olur. Əgər idmançı artıq 1 ildən çox məşqlər edirsə, o zaman günləri artır. Beləliklə, idmançı həftədə minimum 4 dəfə, ən azı 2 saat olmaqla təlimlərdə olur. В тренировочном сборе ребенок, спортсмен тренируется 2 раза в день, по 2 часа минимум. Это очень красивый и доброжелательный. Bu çox gözəl və çox mehriban idman növüdür. Hansı ki, burada yüksək əhval-ruhiyyə, sağlam orqanizm uşaqların qarantıdır. Günəş, hava və su bizim ən yaxşı dostumuzdur. Наши лучшие друзья.
Dünyada tanınmış kanoe və avar çəkmə idmanı ilə məşğul olanlardan biri Ivan Patsachin 1949-2021-ci illərdə yaşayıb və o 1968-1984-cü illər arasında Olimpiya oyunlarında iştirak edib. 7 Olimpiya və 22 dünya çempionatı medalına sahibdir. Bunlardan 4-ü qızıl medaldır. Patsachin Rumıniyanın ən çox mükafat qazanan kanoe idmançısıdır. Avstraliyadan Jessica Fox, Böyük Britaniyadan Etina Stott, Sir Steve Redgrave, Kanadadan Leslie Thompson-Willie və başqa məşhur avar çəkənlərin adlarını qeyd etmək olar. Onlar mükəmməl nailiyyətləri ilə tanınır və böyük hörmətə malikdirlər. Artıq bildik ki, bu idman növü ilə həm gənclər, həm də yaşlılar məşğul ola bilər. Amma başlanğıcda peşəkar məşqçi mütləqdir. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyi ilə. Hələlik!